Esselamu Aleyküm değerli dostlar. Bugünden itibaren değerli Ömer müəllimlə Vəhyin Pəncərəsindən adlı podcast videomuza başlayırıq. Xoş gördük Ömer müəllim. Hoş geldin. Sizin üçün maraqlı mövzular hazırlamışıq. İnşallah ki, bu oturumumuz iki yerə bölünəcək. Birinci hissədə ümumi ictimai, sosial mövzulara toxunacaq. İkinci hissədə isə bəzi mənəvi, əqidəvi mövzuları əhatə edən suallarımız olacaq dəyərli müəllimimizə. Xoş gördük müəllim. Hoş geldin. Elə buradan mövzuya keçid alarsak, ümumən problem deyəndə insan yada düşür. Tarixin heç bir dövründə problemsiz insan olmayıb. Bir insan iddia edirsə ki, problemim yoxdur, bu sözün özü elə bir problemdir. Baxırıq ki, amma dövrümüzdə problemlər artıb. Buna görə insanlarda bir şükürsüzlük meydana gəlib və nəticə etibari ilə xoşbəxtlik azalıb. Yəni insanları heç cürə xoşbəxt etmək artıq mümkün deyil. Mənim yadıma gəlir uşaq vaxtı kiçik bir hədiyyə ilə, hər hansı bir oyunla xoşbəxt olurdu, amma istər bugün uşaq olsun, istər böyük olsun, təəssüf ki, xoşbəxt eləmək çox çətindir. Bu cəhətdən sözə giriş edəcəksə müəllim, niyə insanlar xoşbəxt ola bilmir? Ümumən insanların ən böyük problemi nədir? Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah və bə'd. İlk öncə Allah Azza və Cəllədən istəyirəm ki, Allah bizim bu proqramımızı xeyirli, bərəkətli etsin. Allah xeyirlərə vəsilə etsin. Allahümmə amin. Ümumən insanın yaradılış fitrəti var. İnsan nə üçün yaradılıb? İnsan o fitrətdən xaricə çıxdığı zaman labüddür ki, o insanın xoşbəxtçiliyi, həqiqi o xoşbəxt olması gerəkən yerdə olmadığına görə o xoşbəxtçiliyi əldə edə bilmir. Yəni, məsələn, biz bu günləri görürük insanların xoşbəxtçiliyi, hətta bununla bağlı bir video çıxmışdı mənim qarşıma. Yəni, insanlara yumor ilə bir şeylər anlatırlar. Bugünkü insanların suni xoşbəxtçiliyindən danışır. Məsələn, qadın kişiyə gətirir, bir hədiyyə verir. Bir də dalaşqan haldadılar. Yəni, araları çox da yaxşı deyil. Bunu deyir, mənə verəcəksən, mən video çəkəcəm. Kişi də məsələni anlamır, bu nədir deyir, elədiyin şey. Mən deyir, video paylaşmalıyam. Yəni, insanların sadəcə o video xətrinə göstərmiş olduqları, insanlara təqdim etmiş olduğu xoşbəxtçilik həqiqi bir xoşbəxtçilik deyil. Bugün internetdə görmüş olduğumuz o çox xoşbəxt görünən insanlar, bir yerlərdə bir mutlu bir ailə tablosu göstərən insanlar həqiqətdə mənəvi bir boşluq içərisindədirlər. Baxırsan ki, bir müddət sonra ailə dağıldı, baxırsan ki, bir müddət sonra biriləri özünü bir yerdən atdı, biriləri fərqli bir həyat tərzinə keçid elədi. Bunun əsas səbəbi insanlar həqiqi mənada o fitrətləri üzərinə qala bilməyiblər. Yəni, xoşbəxtçiliyi, hüzuru fərqli bir yerdə axtarırlar. Lakin həqiqi xoşbəxtçilik yaradan nəyin? Bir şeyin əsli, hər bir şeyin əsli var. O əsil nə üçün yaradılıb? O əsil nə üçün var? Məsələn, bu kameranın özəlliyi bizi çəkməkdən dolayıdır. Əsl etibarilə bundan dolayıdır. Sən onu alsan, başqa bir yerdə istifadə eləsən, o öz funksiyasını itirəcək. Eləcə də insanın bir yaradılışı var. Həmin bu yaradılış nə üçündür? Bu yaradılış nə ilə mütmain olur? Ki, insanı yaradan, insanı ana bətnində saxlayan, onu rızıqlandıran, onu bir suyun içərisində zəbt edib saxlayan aləmlərin Rəbbi olan Allah insanı bir fitrət ilə yaratmışdır. Və insanı yaradandan sonra onun necə bir funksiyası olacağına, nə ilə xoşbəxt olacağını, nə ilə bədbəxt olacağını da yenə aləmlərin Rəbbi olan Allah bunu bizə bildirmişdir. Məsələn, biz Allahın kitabına müraciət edəcək olsaq, yəni qəlb mütmainliyi, qəlb rahatçılığı hardadır? Allah Azza və Cəllə bunu bizə bildirir. Həqiqətən qəlblər Allahı anmaqla, Allahı zikr etməklə rahatlıq tapır, deyir. Yəni, deməli, bu qəlbin rahatlanması üçün, bu qəlbin hüzura çatması üçün mütləq Allah ilə bağı qüvvətli olmalıdır. Yəni, yaradılış halına geri dönməlidir. Mən nə üçün yaranmışam, mənim həqiqi funksiyam nədən ibarətdir? Bunu bildiyi zaman insan o həqiqi yerini, həqiqi o xoşbəxtçiliyini tapır. Amma fərqli şeylərdə xoşbəxtçiliyi axtarıldığı zaman qəlb onu tanımır. Yəni, sən qəlbə bir şey yükləyirsən, amma qəlb onu tanımadığından dolayı heç bir şəkildə qəlb xoşbəxt ola bilmir. Qəlb həqiqi o hüzurunu əldə edə bilmir. Ən böyük problem insanların Allahdan uzaqlaşıb fərqli yerlərdə, yəni qısa olan, müvəqqəti olan yerlərdə hüzur axtarmalarıdır. Bu da ən böyük problemlərdən birisidir. Əslində, problem çoxdur. Mənim gördüyüm birinci məsələ budur. İkinci məsələ, insanlarda var olan problem, yəni insan düşünən varlıqdır. İnsanları düşünməkdən çəkindirdiyin zaman, yəni sən onların önünə bir məşğuliyyət qoyduğun zaman, onları düşünməkdən yayındırdığın zaman insan boşluğa düşəcək. Məsələn, biz bugün görürük, şahid oluruq ki, hara gediriksə gedək, bir musiqi var. Yəni, bir musiqinin olması nə deməkdir? Hər zaman insanın zehninin məşğul olduğu, üzr istəyirəm ifadəmə görə, bir restoranın ayaq yolcusuna getdiyin zaman belə orada da bir musiqi var. Yəni, hər yerdə bir səs, hər yerdə insanları məşğul edən bir düşüncə, bir səs, bir görüntü mütləq
mütləq ki var. Və bu belə olduğu zaman insan düşünə bilmir, yəni təfəkkür edə bilmir. Baxın, məsələn, rayon insanı ilə və ya bir insan daralır, sıxılır, rayona çəkilir, bir yerə çəkilir, sakitçiliyə çəkilir. Ta ki o insan ora çəkildiyi zaman bir mənəvi huzur əldə edir. Səbəb nədir? Səbəb düşüncəsi dəyişir, düşünməyə başlayır, təfəkkür etməyə başlayır. Amma bu günləri insanların həyatında o surət, insanları bir yerə tələsdirmək, bunlar hamısı insanı o mənəvi olan rahatlıqdan çıxardıb narahatçılığa aparan ən böyük şeylərdəndir. Yəni biz insan olaraq Allah Azza və Cəllənin xəlq etmiş olduğu bəşəriyyət olaraq bizim biraz yavaşlamağımız lazımdır əslində. Düşünmək üçün, rahatlamaq üçün, huzuru əldə edə bilmək üçün biraz yavaşlamağımız lazımdır. Amma bu günləri məsələn iş elə yerlərə gəlib çıxdı ki, məsələn əvvəllər insanlar otururdular bir masa arxasında, bir mövzu haqqında 1 saat danışa bilirdilər. İndi məsələn siz də şahidi olmusunuz. 1 saatlıq bir məclisin içərisində, yəni 60 dəqiqənin içərisində 100-dən çox mövzu danışılır. 5 dəqiqə bir mövzudan, 1 dəqiqə bir mövzudan, 30 saniyə bir mövzudan. Bir məsələ içərisində insanlar qala bilib 30 dəqiqə danışa bilmirlər. Bir mövzu içərisində insanlar 20-25 dəqiqə danışa bilmirlər. Ha belə mövzular dəyişir. Futboldan keçir əsgərliyə, əsgərlikdən keçir siyasətə, siyasətdən keçir dinə, dindən çıxır psixoloqluqdan danışır və görürsən ki, insanlar bir mövzu ətrafında danışa bilmirlər. Yəni insan biraz yavaşlaması, biraz duruxması gərəklidir ki, ta ki insan bu həqiqi rahatçılığı əldə edə bilsin və Allah Azza və Cəllənin yaratdıqları barədə də təfəkkür edə bilsin. Və sonra insanlığı çəkdilər, hara çəkdilər? 1 dəqiqəlik videolara çəkdilər. Yəni insanlar artıq 5 dəqiqə, 10 dəqiqə, yarım saat, 1 saatlıq bir şeyə muhtemelen bəlkə indi bizi izləyən insanlar 2x-la izləyirlər və yaxud da artıq 2x-i da keçdi, 3x-lar, 4x-lar çıxdı. Yəni təsəvvür et ki, bir insanı 3x-la dinlədikdən sonra, 2x-la dinlədikdən sonra sən bir insana 10 dəqiqə tahammül edib onu dinləyə bilməzsən. Yəni insanlığı bir surətə soxdular, insanlığı tələsdirdilər, insanlığa ancaq tələsmək. Məsələn, keçənlərdə bir axşamın birində qardaşım biri ilə bir yerə gedirik. Tələsəcək bir yerimiz də yoxdur. Saat 11-dir. O məni evə düşürdəcək. O da evinə gedəcək. Amma bir yerlərə tələsir. Sağa keçir, sola keçir. Deyirəm, bir yerə tələsirsən. Yox. Artıq insanlarda bir alışqanlıq halına gəldi. Tələsmək, surətli bir həyat yaşamaq. Yəni baxdığın zaman heç kimin tələsdiyi bir şey yoxdur. Amma hər kəs edəcəyi işi bir an öncə yerinə yetirməyə çalışır. Və belə olduğu zaman da insan həqiqi o yerdən rahatlıq əldə edə bilmir. Məsələn, adam istirahətə gedir. Yol boyunca o dağdan, mənzərədən, o yaşıllıqdan, çəmənlikdən həzz alacağı yerdə adamın işi sadəcə o hədəfə çatmaqdır. Bir an öncə ora çatım, ora çatır, bir an öncə yerləşim, yemək yeyək. Hər şey sürətlidir və baxırsan ki, 2-3 gün sonra adam geri gəlir, adamda dəyişən heç bir şey yoxdur. Ona görə ikinci ən böyük problem o sürəti biraz azaltmaq, biraz düşünmək, biraz yavaşlamaq. Hər şeyi doya-doya yaşamaq həqiqi mənada insana rahatçılıq verən ən böyük şeylərdəndir. Yəni suyu içərkən, çay içərkən, yemək yeyərkən, yəni yemək yeyərkən belə bu günləri məsələn əksər insanlara baxsaq görəcək ki, yediyi yeməkdən həzz ala bilmir. Necə həzz ala bilər ki, qarşısında video, ora baxır. Yəni yeməyin bitdi deyir, xəbərim yoxdur deyir adam. Təsəvvür edin, insanlar bu hala gəldilər. Amma biraz surəti azaltsaq, biraz etdiyimiz şeylərdən həzz almağa, o şeylər üzərində düşünməyə çalışsaq, o mənəvi boşluğumuzu da zaman-zaman düşünəcək ki, Allahın bizdən istəmiş olduğu şey də budur, düşünmək, təfəkkür etmək, əql etmək. Söhbətinizdə sosial şəbəkələr haqqında danışdınız müəllim. Ümumən dövrümüzdə sosial şəbəkə işlətməyən insan demək olar ki, yoxdur. Hər bir əşya kimi, hər bir hadisə kimi sosial şəbəkə də əgər yəni insanı Allaha yaxınlaşdıra və ya Allahdan uzaqlaşdıra bilər. Ümumən hər hansı bir əşya, hadisə, bir şey insanı Allaha yaxınlaşdırırsa, bu nemətdir. Əgər Allahdan uzaqlaşdırırsa, bu bir yükdür, külfətdir, vəbaldır. Təbii ki, hər bir şeyə bir nizam-intizam qoyan, aləmlərin Rəbbi olan Allah bizim sosial şəbəkəni də necə işlətməmiz lazım olduğunu da öyrətmişdir. Ümumən biz sosial şəbəkəni necə işlətməliyik ki, yəni biz bu fəsadların içinə düşməyək. Necə edə bilərik ki, buradakı haramlara, günahlara çox meyllənməyək, qurşanmayaq. Necə edə bilərik ki, sosial medianın zərərlərindən qurtula bilək. Ümumiyyətcə, sosial media, sizin də dediyiniz kimi, insan onu xeyrə istifadə edə də bilər. Hal-hazırda bizim etdiyimiz ümid edirik ki, Allah bunu xeyirlərə vəsələ etsin. Bu da sosial mediaya gedəcək bir şeydir. Amma eyni zamanda insan bir şeyi xeyrə istifadə etmədiyi zaman həmin o şeyi şər üçün də istifadə edə bilir. Və yaxud da özü istəmədən şərri qəsd etmir, şərri murad etmir, amma zaman-zaman o şərrin içərisinə düşür. Biz ilk öncə düşünməliyik. Yəni sosial şəbəkənin gətirmiş olduğu şərlər nələrdir, fəsadlar nələrdir? Onları maddə-maddə ələ alacaq olsaq, birincisi sosial şəbəkənin insana ilk gətirdiyi və ən böyük gətirdiyi zərər insanların dinləri ilə oynadılar. Yəni istəyən din adına çıxıb danışa bilir. Yəni istəyən din adına çıxış eləyə bilir. Dindar və adamın belə bir səlahiyyəti yoxdur. Amma baxırsan ki, çıxır televizorda din adına danışır, adam çıxır sosial şəbəkədə din adına danışır.
İnsan da bilmədiyi bir şey mütləqdir ki, islah eləmək istədiyi yerdə ifsad eləyəcək. Baxırsan ki, insanlar, yəni dindən danışan insanlar çoxdur, amma insanlar dinsizləşir. Yəni deməli bir şeylər doğru getmir. Madəm bu qədər dindən danışan insan varsa, nə olması lazımdır? Əsl etibarilə insanlar dinə gəlməsi lazımdır. Amma din adına danışan insanlar artdıqca insanlar dindən uzaqlaşmağa başladılar. Çünki əhil olmayan insanlar danışdı. Səlahiyyəti olmayan insanlar danışmağa başladılar və dini, yəni sən bir şeyin əhli deyilsənsə, mütləq onu ifsad edəcəksən. Və sosial şəbəkənin gətirdiyi ən böyük insana zərər dinində insanları şübhəyə saldılar. Yəni siz təsəvvür edin ki, sən ailənin uşağının əlinə telefon vermisən, o da bir dəqiqəlik videolar izləyir. Birini keçəcək, ikisini keçəcək. Yəni ateist danışır, deist danışır, Qur'ani danışır, o danışır, bu danışır. Oradan hər videodan 1 saniyəlik zəhər insanın qəlbinə düşsə, yəni nə ailədə din qalar, nə uşaqda din qalar, nə sənin özündə din qalar. Ona görə sosial şəbəkənin bu cür rahat istifadə eləmək, insanın özünə limit qoymaması ki, mən nə izləyə bilərəm, nə izləyə bilmərəm, bunu etməyən insanlar günün sonunda baxırsan ki, belə şübhələr içərisindədir. Yəni ateistdən biraz şübhə qapıb, biraz Quranidən şübhə qapıb, biraz daha çox dindən danışan adam görüb, biraz daha o dinə meyl edib, belə qarışıqlıq içərisindədir və rəngarəng olan insan, şübhələr içərisində olan insan da qəlbi rahat ola bilməz, qəlbi mutmain ola bilməz. Yəni bizim keçmişdə yaşayan insanlarımız heç bir zaman belə bir həyat yaşamayıblar. Yəni kim olursan, bu bir nevi nəyə bənzəyir? O YouTube'da hər çıxan insana danışmaq, təsəvvür elə ki, qapıda insanlar durublar. Qapını döyür, deyir, gəl səninlə söhbət eləyək. Bir dəqiqə onunla danışırsan, çıxır gedir, başqa birisi qapını döyür, gəl bir dəqiqə söhbət eləyək. Yəni sən bu rəngarəngiliyin içərisində, bu dialoqların içərisində rahat bir qəlbə sahib ola bilməzsən. Sən bu qarışıqlığın içərisində səlim bir qəlb ilə yata bilməzsən. Necə İmam Şafinin yanına birisi gəlir, deyir, gəl səninlə söhbət edək. İmam Şafi deyir ki, mən deyir, hər önümə gələn insanla söhbət etsəydim, hər gün bir dinlə yatar, sabah başqa bir dinlə oyanardım. Yəni bax, keçmişdə yaşayan insanlar özlərini necə qoruyublar? Onlar bir şeylər öyrənmək istədikləri zaman mənbələrindən əldə ediblər, öyrənilməsi gerəkən yerdən əldə ediblər. Amma sosial şəbəkə açıqdır. Bu günləri məsələn, kim olursan ol çıxıb danışa bilirsən. Yəni sənin kimliyini soruşan dahi yoxdur. Sən kimsən? Yəni məsələn, adam çıxır tibdən danışır, adam çıxır dindən danışır, yəni sual verən yoxdur. Sən kimsən? Bu sualı verən yoxdur. Sənə bu danışmaq səlahiyyətini kim verib soruşan yoxdur və baxırsan ki, həmin o şey insanın ilk öncə dininə zərər gətirir. İkincisi, sosial şəbəkənin gətirdiyi ən böyük zərər insanların vaxtlarını oğradılar. Yəni vaxt ən böyük sərmayədir. Yəni bir insan üçün vaxt ən böyük sərmayədir. İnsan bu vaxt sayəsində həm dünyasını, həm də axirətini əldə edir. Yəni təsəvvür edin ki, o vaxtı o qədər ucuz etdilər ki, bu günləri insanlar məsələn biz şahid oluruq güncəl həyatda. Məsələn, səni yarım saat gözlədirəmsə, artıq sən darıxmırsan. Əvvəl bir insanı 5 dəqiqə gözlətdiyin zaman qışqırırdı, səsini qaldırırdı, harda qaldın və s. Amma indi insanlar darıxmır, oturur maşında yarım saat videolara baxa, bir də görür ki, artıq 35 dəqiqə, 40 dəqiqə keçib. Yəni narahat da olmur. Adam gəlir, gecikdim deyir, üzrlü hesab elə, problem yoxdur deyir. Niyə problem olsun ki? Zaten adam bir şeylərin içərisində bir məşğuliyyəti var. Amma 35 dəqiqəlik, 40 dəqiqəlik bir vaxt həqiqi mənada insan üçün böyük bir sərmayədir. Yəni dil öyrənmək istəyən insan üçün 35-40 dəqiqə elə belə bir vaxt deyil. Yəni başqa bir araşdırma edən bir insan üçün, faydalı bir araşdırma edib insanlığa fayda vermək istəyən insan üçün 35 dəqiqə, 40 dəqiqə həqiqi mənada bir dəyərli bir vaxtdır. Bir yazı yazan, bir məqalə yazan insan üçün 35 dəqiqə, 40 dəqiqə dəyərli bir vaxtdır. Amma insanlar bu vaxtı öldürərək, yəni 35 dəqiqə, 40 dəqiqə günün bəlli bir anında olan bir şeydir. Siz düşünün, səhəri var, gün ortası var, axşamı var. Bəlkə də insanlar deyərdim ki, bu günləri orta hesabla 5-6 saatlarını hədər edirlər. O videolarla, o baxdıqları, izlədikləri şeylərlə. Bu da həqiqi mənada sosial şəbəkənin insanın inkişaf etməsinə, insanın böyüməsinə gətirmiş olduğu ən böyük zərərlərdəndir. Necə sələflər deyərdilər ki, vaxt, zaman mirvarilər zamanla satın alınır, amma zaman mirvarilərlə satın əldə edilməz. Yəni həqiqətən bu əzəmətli bir sözdür. Yəni insanın ömrü gedəcək, gözünü açacaqsan 50 yaş, 60 yaş və s. Geriyə baxırsan ki, o izlədiyin videolar, halbuki onların sənə heç bir qatqısı olmayıb, sənə heç bir faydası olmayıb, tam tərsinə sənə zərəri olub. Ona görə insan vaxtının, ömrünün, sərmayəsinin, yəni ömür bir sərmayədir, vaxt bir sərmayədir. İnsan bunun qədrini, qiymətini bilməlidir. Dedik ki, sosial şəbəkənin ikinci zərəri insanın vaxtını öldürməsidir. Sosial şəbəkənin üçüncü zərəri biz şahid oluruq, baxırıq, görürük ki, sosial şəbəkələrdə olan o videolar insanların ailə dəyərlərini bitirdi. İllə mən rahimallah, Allahın rəhmətlikləri istisna, insanların ailə dəyərləri, insanların bir-birinə olan hörmətləri, artıq insanlar bel altı zarafatları çox rahat bir şəkildə edə biləcək hala gəldilər. Nəyə görə bu belə oldu? Çünki o komediyalarla, o gülməklərlə, o zarafatlarla əvvəllər çox
ağır olan ifadələr bu gün insanlar rahat şəkildə bir-birlərinə istifadə edə biləcək hala gəldilər. Və qarşıda olan adam da bundan dolayı qozulmur. Qarşıda olan adam da çünki onun bir zarafat olduğunu, bir yerdə eşitdiyini, bir trendə düşdüyünü görür, bilir. Sanki çox normal bir şey trendə düşübsə, sən onu rahat şəkildə deyə bilərsən, sən qəbul eləyə bilərsən və s. Həm bu itirildi, həm də insanlar ailə dəyərləri insanlar bir-birlərinə düşdülər. Məsələn, mən çox qəribə gələn şeylərdən birisi, qadının biri çıxıb sosial şəbəkədə danışır, deyir ki, əvvəllər deyir yoldaşım məni qısqanırdı, amma indi deyir rahatdır. Yəni rahat ola bilərsiniz deyir. Yoldaşım deyir əvvəl kimi məni qısqanmır. Normalda bu cəmiyyət içərisində deyiləcək bir söz deyil. Bu bir evli qadının çıxıb insanların önündə danışa biləcəyi bir şey deyil. Ərim məni qısqanmır. Yəni ər də demir, yəni bu nə sözdü paylaşmısan, mənim dostum var, tanışım var, bu nə cümlədir və s. İnsanların belə bir narahatçılığı yoxdur, çünki insanların yanında adiləşdi. Hər bir şey, yəni zarafatla, deyə-gülə və s. insanların gözündə adiləşdirdilər. Bu da insanların həqiqi mənada o dəyərlərinin, gözəl o mənəvi dəyərlər ki var idi, onların itməsinə zaman-zaman səbəb oldu. Bu da sosial şəbəkənin gətirmiş olduğu ən böyük zərərlərdəndir. Həmçinin uşaqların böyüklərlə zarafatı, çünki biz videolarda bunu rahat görə bilirik. Bir insan da bir şeyi nə qədər çox görürsə, bir o qədər onun üçün adiləşməyə başlayır. Yəni mən görürəm ki, balaca uşaq böyük insanla, yaşlı insanla istehza eləyir, gəlir, keçir, onu vurur, ona bir şeylər atır. Zaman-zaman insanların gözündə adiləşməyə başladı. Əvvəllər çox bəsit olan şeylərə reaksiya verən insanlar bu günləri çox böyük şeylər qarşısında reaksiya verməyəcək hala gəldilər. Bu da sosial şəbəkənin insanlığa gətirmiş olduğu ən böyük zərərlərdəndir. Həmçinin insanlarda müqayisə etmə xəstəliyi oyandı, xüsusən də ailələrdə. Məsələn, qadın oturur, o az öncə demiş olduğumuz o şey ki var idi, suni bir xoşbəxtçiliyi izləyir. Qadın baxır ki, yəni insan ərdir, hədiyyə aldı, gətirdi, nə bilim bir şeylər elədi. Halbuki o hədiyyəni əri almayıb, qızın atası alıb, qızın əmisi alıb, amma təqdimatı əri edirmişcəsinə təqdimat etdilər, insanların gözünə bunu göstərdilər. Bu səfər insanların evində bir huzursuzluq baş tutmağa başladı. Yəni başqa bir qadın bunu izləyir, sən belə deyilsən deyir. Bax adamlar necə xoşbəxt bir həyat yaşayırlar, mutludular, məsuddular və s. İnsanlar müqayisə etməyə başladılar. Həmin bu müqayisə də insanların evlərinin içərisində böyük bir huzursuzluğa səbəb oldu. Həmçinin sosial şəbəkənin gətirdiyi başqa zərərlərdən o qədər rəng, o qədər səs, necə ki az öncə dedik, bu səs-küyün içərisində, bu rəngarəngliyin içərisində insanın rahatlaması mümkün deyil. Yəni insanların mənəviyyəti, insanlığın o qəlb rahatçılığını bərabərində pozmuş oldular. Bu da o qədər rəng görən insanlar, o qədər səs eşidən insanlar. Çünki bir insan nə qədər gözü ilə bir şeylərə təmas edirsə, bir o qədər onun qəlbi məşğul olur. Nə qədər səs eşidirsə, bir o qədər onun qəlbi, əqli məşğul olur. Bu səs-küyün içərisində insanın rahatlaması da mümkün deyil. İnsanlığın rahatlığını da bundan pozmuş oldular. Həmçinin sosial şəbəkənin gətirdiyi ən böyük zərərlərdən ailə içərisində olan kişi ilə qadının danışığı, uşaqla valideynin danışığı bu dialoqu bitirmiş oldular. Yəni eyni otağın içərisində əyləşən, amma fərqli duyğulara sahib olan insanlar əmələ gətirdilər. Yəni siz təsəvvür edin ki, alqoritm deyilən bir şey var. Atanın izlədiyi şeylər fərqli şeylərdir, ananın izlədiyi şeylər fərqli şeylərdir, uşağın izlədiyi şeylər fərqli şeylərdir. Və bu fərqliliyin içərisində bir otağın içərisində fərqli olan insanlar var. Ananın sevindiyi şeylər fərqli şeylərdir, ananın üzüldüyü şeylər fərqli şeylərdir, atanın sevindiyi, üzüldüyü şeylər fərqli şeylərdir, uşağın sevindiyi və üzüldüyü şeylər fərqli şeylərdir. Belə bir evin içərisində xoşbəxt olmaq mümkündür, mümkün deyil. Sən sevindiyin şeyə mən sevinə bilmirəm. Sən kədərləndiyin şeyə mən kədərlənə bilmirəm. Ayrı-ayrı insanlar əmələ gəldi bir evin içərisində və belə olduğu halda da o mənəvi olan boşluq, o insanların darmadağın olması, fərqli hisslərdə olan insanların bərabər şəkildə xoşbəxt olması mümkün deyil. Təsəvvür et ki, biz 3-5 dost bir arada qalanda belə bir evin içərisində, bir yerdə, səfərdə, əgər mən güldüyüm şeyə sən gülmürsənsə, mən kədərləndiyim şeyə sən kədərlənə bilmirsənsə, o 3-5 günlük otaq yoldaşlığı bizə zülm olmağa başlayır. İndi sən təsəvvür et ki, bir ailədir, 30 il, 40 il bunlar bərabər yaşayacaqlar. Hamı fərqli hisslərdədir. İnsanlar qadının, uşağın, atanın, qocanın, cavanın fərqli hisslərə sahib olduğu bir yerdə xoşbəxtçilik ola bilməz. Sosial şəbəkənin gətirdiyi ən böyük zərərlərdən birisi ailələri bu cür paramparça halına gətirdilər. Kişi ayrı bir dünya yaşayır, qadın ayrı bir dünya yaşayır, uşaq ayrı bir dünya yaşayır və bu ailələrin də xoşbəxt olması mümkün deyil. Bəs bu problemləri danışdıq. Bunların həll yolu bu internet, sosial şəbəkənin bir detoksu olması lazımdır. Biz bunları, bu problemləri həmən hər kəs bilir. Bəs nə edəcəyik bunun qarşılığında? Bir, sosial şəbəkələri gücümüz nisbətində həyatımızdan azaltmağa başlayacağıq. Yəni çıxardacağıq demirəm, çünki çıxartmaq bəlkə də mümkün deyil. Bəzi insanlar üçün daha çətindir, bəzi insanların işi oradadır və s. Amma ən azından bunu bir minimuma indirməyimiz lazımdır. Bu günləri məsələn, çox azınlıq bəlkə insan var ki, yuxudan oyanar-oyanmaz əlini telefona atmasın. Bu bir xəstəlik. Demək ki, mən yuxudan oyanar-oyanmaz əlimi telefona atıramsa, boş-boş videoları hələ gözüm tam dünyaya açılmamış bunu edə bilirəmsə,
Deməli məndə bir problem var. Nə etməm lazımdır? O problemi ortadan qaldırmam lazımdır. Necə qaldıracağam bəs bu problemi? Özümə söz verəcəm. Yəni deyəcəm ki, mən bu gündən etibarən, qalxdığım andan etibarən bir yarım saat, 40 dəqiqə, 1 saat telefonu əlimə vurmayacağam. Həqiqətən bunu etmiş bir insan olaraq sizə deyə bilərəm ki, yəni insanı çox böyük bir rahatçılığa aparır. Yəni sən təsəvvür et ki, durmusan 40 dəqiqə, 1 saat, o 40 dəqiqə, 1 saat içərisində çox faydalı işlər görə bilirsən. Əl üzünü yuya bilirsən, bir kitab açıb bir 5-10 səhifə bir şeylər oxuya bilirsən, bir faydalı bir məlumat əldə edə bilirsən. Amma bu olmadığı zaman və yaxud da ailənlə səhər masasında əyləşib kahvaltına, səhər yeməyini yeyə bilirsən. Bütün bu 40 dəqiqəlik, 1 saatlıq vaxtı səmərəli keçirsək, yaxşı şeylər içərisinə əlavə etsək, həqiqətən də bunda böyük bir rahatçılıq olduğunu görəcəyik və bunu zaman-zaman artıracağıq. Məsələn, ailə süfrəsində oturduğumuz zaman, yəni buna şahid oluruq, görürük. Məsələn, restoranlarda insanlar otururlar. Bir ailədir, bəllidir, ailə, uşaq, qadın, kişi. Yemək yeyə hər kəsin əlində telefon var. Hər kəs fərqli şeyə baxır. Bunu yığışdıracaq. Deyəcəyik ki, öz-özümüzə söz verəcəyik. Biz yemək yediyimiz zaman telefonu bir kənara qoyacağıq. Mən sənin gözünün içərisinə baxacağam, sən mənim gözümün içərisinə baxacaqsan. Mən həqiqətən səmimi bir şəkildə səndən soruşacağam ki, iş həyatın necə keçdi? Sən soruşacaqsan ki, evdə işlər necədir? O soruşacaq ki, uşaqla valideyn arasında olan uşaq necəsən, dərslər necə gedir və s. Belə olduğu zaman orada bir huzur, orada bir rahatçılıq əldə edilmiş olacaq. Əks halda dediyim kimi, insanlar bu cür olmasalar, bu internetdən, sosial şəbəkədən belə bir azalma olmasa və irəlidə görəcəyik ki, həqiqətən ailə dəyərləri deyə bir dəyər qalmayıb. İnsanlar bir-birlərindən şikayət edirlər, bir-birlərindən durmadan qadın kişidən, kişi qadından, uşaq valideyndən şikayət edəcək hala gəlirlər. Bu da həqiqətən ən böyük problemlərdəndir deyə bilərik. Və mənim son olaraq sosial şəbəkə istifadə edən insanlara bir tövsiyəm var. Xüsusən də bu sosial şəbəkələri öz adı ilə istifadə etməyən insanlar var. Yəni bunu mən bir yerdən eşitmişdim. Yəni burada da məqam gəlmişkən faydalı ola biləcəyindən dolayı. Yəni sosial şəbəkədə bir insan o mənəviyyətini, dəyərlərini qorumaq istəyirsə, öz şəklini profil eləyəcək. Yəni təbii ki, kişilərə aid edirəm bunu və adı ilə, familiyası ilə. Mən filankəsəm, filan yerdə işləyirəm, bu mənim şəklimdir, bu mənim profilimdir. Nədən dolayı bu belədir? Çünki mən bunu bir yerdən eşitmişdim, çox faydalı bir şeydir. Çünki insan belə olduğu zaman, birisini təhqir elədiyi zaman düşünəcək. Yəni mən burada bir kimliyimlə buradayam. Artıq əksi cümlə yazdığı zaman düşünəcək, mən bir kimliyimlə buradayam. Yəni orada like elədiyi şeyləri düşünəcək, mən nəyi like eləyirəm, bu dəyərlidirmi, dəyərsizdirmi? Çünki sən bəyəndiyin şey qədər dəyərlisən. Yəni bir insan nəyi bəyənirsə, nəyə önəm verirsə, o bəyəndiyin şey qədər önəmlisən, dəyər verdiyin şey qədər önəmlisən. İnsan buna diqqət eləyəcək. Amma o nə olduğu bəlli olmayan, qarışıq adlarla, cismi bəlli olmayan adlarla insan oraya girdiyi zaman, çünki insan özünü qapalı bir görür, kimə istəyir sataşa bilir, kimə istəyir söz deyə bilir, istədiyi şeyi like eləyir, istədiyi şeyi paylaşa bilir, istədiyi söyüşü, istədiyi təhqiri yaza bilir və s. Öz kimliyimizlə orada olacaq ki, ta ki sosial şəbəkənin bu çirkinliyindən özümüzü qorumağa bir nevi səbəb olmuş olsun. Dəyərli bilgilər verdiniz, Allah razı olsun. Sosial medianın fəsadlarından danışdınız. Buna ən çox məruz qalan təəssüf ki, uşaqlardır. Baxırıq ki, bir ata, bir ana düşünün, çox rahat bir şəkildə özü rahat olsun deyə uşağın əlinə telefonu verir. Uşaq da ondan rahatlıqla istifadə edir. Və uşaqla ən çox kim məşğul olursa, uşaq onu başlayır təqlid eləməyə, onu örnək götürməyə başlayır. İstərsəmiz qarşısına o bir dəqiqəlik videolar çıxır, orada hər cürə insanla həmhal olur və nəticədə öz valideynlə uçurumlar meydana gəlir. Bu cəhətdən biz uşaqdan ondan sonra nə gözləyə bilərik artıq? Biz uşağın tərbiyəsini telefona buraxıb da sonra uşaqdan müdrik bir insan olmasını, çox ağıllı, çox ideal bir insan olmasını mı gözləyirik? Əslində uşağa uşaqlığını da yaşamağa qoymuruq. Yəni uşaq oynamalıdır, yıxılmalıdır, durmalıdır. Yəni uşaq olmalıdır. Amma təəssüf ki, yəni biz rahat olaq deyə uşaqların əlinə telefonu veririk və günün sonunda da artıq ədəbsiz bir nəsil yetişir. Bu cəhətdən uşaqların tərbiyəsində əsas faktor nə olmalıdır? Nəyə görə günümüz insanında uşaqla valideyn arasında böyük bir uçurum vardır? Əslində bu keçən bir qardaşım biri bir sözdə dedi, biz uşaqları, ailələri yığıb rayona gedirik. Vallahi uşaqlardan çox biz əylənirik dedi. Yəni uşaqlarda bir əyləncə yoxdur dedi. Amma dedi o rayonun içərisində belə uşaqlara telefon verdiyimiz zaman, uşaqları telefonla məşğul etdiyimiz zaman daha xoşbəxt olurlar və dolayısıyla onlarda dəyişən bir şey olmur. Yəni evin içərisində də eyni uşaqdır. Buradan aparsan uşağı İsmailliyə, Qəbələyə eyni uşaqdır. Biz onlardan daha çox əylənirik dedi. Həqiqətən də insanlar çünki yəni o dediyiniz dönəm ki var idi bizim uşaqlığımızla bunların indiki nəslin uşaqlığı arada böyük bir fərqin olması nədir? O gün telefon yox idi, o gün texnologiya yox idi, o gün insanları xoşbəxt edən şey nə idi? İnsanların həyatda bir-biri ilə oynaması, ünsiyyət qurması, yıxılması, qalxması,
bir şeylərdən bir şeylər düzəldib oyun oynaması, əylənməsi bu insanları xoşbəxt edirdi. Əslində uşaq anadan olduğu kimi texnologiya tanımır. Yəni biz deyirik indi artıq mümkün deyil, mümkündür. Yəni sən istəsən, əgər həqiqətən buna həris olsan, mümkündür. Sənin övladın çıxan kimi bilmir ki, iPhone var, Samsung var, internet var, sosial media var, Instagram var, TikTok var. Bunu bilmir. Sən nə öyrədirsənsə ona, o uşaq nə görürsə, onu bərabərində sevməyə, istəməyə başlayır. Məsələn, biz bunu buradan görə bilirik. Məsələn, ata-ana deyir ki, mən uşağa telefon vermirəm. Uşağa telefonu qadağan etmişəm, amma bütün günü ananın əlindən telefon düşmür. Yəni bu nə deməkdir? Yəni elə bir nəsil yetişir ki, iki üzlü olacaq bir nəsildir. Yəni sən bu günləri uşağa deyirsən ki, bunu eləmək olmaz, amma sən eynisini eləyirsən. Yəni nə gözləyirsən bu uşaqdan? Nə etməyimiz lazımdır? Etdiyimiz şeyləri uşaqlara əmr etməyimiz lazımdır. Yəni özümüz etmirik, sən də etməyəcəksən. Biz ediriksə, sən də edəcəksən. Bu şəkildə uşaqları yetişdirsək, uşaqlar bu şəkildə böyüsələr, bu şəkildə gördükləri şeyi istəsələr, həqiqətən də xeyirli bir toplum ortaya çıxacaq. Yəni bəzən o valideynlərin ki, qınağı var, bu gün mümkün deyil və s. mümkündür. Mən nə qədər ailələr tanıyıram ki, onlar uşaqları telefondan bəlli saatlarda, bəlli dəqiqələr içərisində oynayırlar və uşaqlar da qayət xoşbəxtdirlər. Hətta uşaq yəni gözümün qabağında gətirir telefonu, valideyninə verir ki, bitdi, mənim vaxtım doldu, mən başqa şeyə oynamağa gedirəm. Yəni sən uşağa necə bir həyat tərzi önünə qoyacaqsansa, o uşaq da o şəkildə inkişaf eləyəcək. O uşaq da o şəkildə böyüyəcək. Amma bizim bəhanələrimiz əslində bir nevi telefonu uşaqlara verməklə biraz narahatıq, biraz istəmədiyimizi dilə getirir, amma bizim də rahatçılığımızdır. Çünki ana telefonu verir uşağa, ata telefonu verir uşağa, ata rahat öz telefonuna baxa bilir. Yəni bu günləri məsələn İslamın bizə öyrətdiyi ədəblərdən birisi nədir? İstər böyük, istər kiçik, səninlə danışdığı zaman onun gözünün içərisinə baxmaq, onunla müxatab olmaq. Məsələn Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bir insanla danışarkən başını çevirib onunla danışmazdı. Bütün bədəni ilə ona yönələrdi. Yəni bu bir İslamın bizə öyrətdiyi ədəbdir. Allah Resulü sallallahu aleyhi və səlləm balaca bir uşağı gördüyü zaman onun dizini, mübarək dizini yerə qoyar, onun gözünün içərisinə baxar, onunla söhbət edərdi. Amma biz bu günləri baxırıq ki, nəinki uşaqlara qarşı münasibətdə, böyüklərə qarşı münasibətdə belə bir ədəbi gözləyən, belə bir əxlaqı gözləyən çox azınlıq insan var. Biz uşaqlarımızın gözünün içərisinə baxacağıq, onlarla söhbət edəcəyik, yəni onlarla danışacağıq, amma telefonu verib başımızdan uzaqlaşdıraq ki, ta ki ağlamasınlar, ta ki sussunlar, biz rahat öz işlərimizi görək. Belə olduğu zaman həqiqətən də o dediyiniz kimi xeyirli nəsli görmək çox da mümkün olmayacaq. Ona görə telefonu, sosial medianı uşaqlarımızdan bu şəkildə uzaqlaşdıraraq, yəni uşaqlarımızı qoruyaraq, çünki onlar bizim sərmayəmizdir. Necə bilirsiniz, biz vəfat etdikdən sonra onların etdiyi salih əməllər ki var, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib, onlardan bizə bir nəsib var, onlardan bizə bir xeyir var. Yəni hətta bunun dünyəvi cəhətini düşünsək, yəni məsələn bir uşaq böyüyür, yetişir, yaxşı yerlərə gəlir. Nə deyirlər? Filankəsin oğludur, atası yaxşı kişi idi. Bax necə bir tərbiyəli uşaq yetişdirdi, bax gör necə bir övlad yetişdirdi. Dünyada da bizə xeyri var, axirətdə də bizə xeyri var. Yəni belə bir əlimizdə sərmayə var, dünyada da, axirətdə də bizə xeyir gətirəcək bir sərmayə var. Amma biz o sərmayəyə elə yaxınlaşırıq ki, sanki heç bir qədir qiyməti yoxmuşcasına, sanki çox da önəmli deyilmişcəsinə. Əslində dilə gəldiyi zaman hər kəs oturub bir uşaq tərbiyəsindən danışmağa başladığı zaman hər kəs bir uşaq tərbiyəsindən danışa bilir, hər kəs bir şeylərdən danışır, amma eyni zamanda həmin adamın uşağına baxırsan, tərbiyədən əsər əlaməti yoxdur. Və yaxud da baxırsan ki, o uşaq səhərdən axşama qədər əlində telefondur və ya bir saat öncə tərbiyədən danışan adamı baxırsan ki, telefonunu verib uşağın əlinə, uşaq bir şey deyir, uşağı bax deyir, mən söhbət edirəm, bax deyir, mən yemək yeyirəm, maşın sürürəm. Uşaqla söhbət etməyi özünə bir kərahət, bir kərih olaraq görür və bu zamanla uşaqla valideyn arasında böyük bir uçuruma səbəb olur. Halbuki uşaqla valideyn bir dost münasibəti qura bilməlidir. Yəni bu günləri baxırıq, uşaqlarla valideynlər arasında bir uçurum var. Uşaq valideyni ilə dostluq eləyə bilmir. Məsələn, uşaqlara baxın, nənələrinin, babalarının yanına getdikdə daha xoşbəxt olurlar. Oradan qayıtmaq istəmirlər və yaxud da bir yerə qonaq getdiyi zaman oradan qayıtmaq istəmirlər. Niyə? Çünki evdə o dostluğu əldə eləyə bilmir. Ata ilə uşaq, ata ilə oğul, ata ilə qız arasında bir dostluq münasibəti yoxdur. İnsanlar arasında bir uçurum var. İnsanlar arasında bir böyük bir məsafə var və bu məsafə uşaqla valideyn arasında olduğu zaman həqiqətən də o istədiyimiz nəsli yetişdirə bilmirik. Amma valideyn övladı ilə dost olmalıdır, xüsusən uşaqların ərgənlik dönəmində. Yəni məsələn, bir çox valideynin ən çox şikayətləndirdiyi, ən çox şikayətini dilə gətirdiyi dönəm uşaqların 13 yaşında, 12 yaşında, 15, 16 yaşına qədər olan bir dönəmləri ki var. O dönəmdə yəni ancaq şikayət edirlər. Məsələn, qızı yanındadır, uşağı yanındadır. Bundan adam olmayacaq deyir. Bundan falan şey olmayacaq deyir. Söz deyirəm, sözümü eşitmir deyir. Halbuki yəni o danışan adamın valideynlərindən soruşsan özü daha betər idi. Özü daha, amma ona rəhmətlə yaxınlaşıldı, ona bəlkə sevgi ilə yaxınlaşıldı, amma eyni sevgini öz övladına göstərə bilmir, eyni rəhməti öz övladına göstərə bilmir. Və yaxud da tam tərsinə bəzi insanlar da bunun tam əksidirlər. Çünki hər sinif insanlar var.
Onlar deyirlər ki, biz ata-babalarımızdan belə görməmişik. Yəni biz bizi döyə-döyə böyüdüblər. Biz söz deyəndə deyir stəkanı bizim başımızda qırıblar. Biz nə bilim filan şey eləyəndə bizi filan cür cəzalandırıblar və s. Amma bizim bir ölçümüz var. Bir müsəlman olaraq bizim bir ölçümüz var. Allahın kitabı və Rasulunun sünnəti. Biz ora baxacağıq. Allah Azza və Cəllə bizə necə bir yol göstərdi, Rasulü sallallahu aleyhi və səlləm bizə necə bir yol qoydu, necə uşaqlarımızı tərbiyə edəcək, buna baxmağımız lazımdır. Baxırıq bizim Peyğəmbərimizə Muhammed sallallahu aleyhi və səlləmə uşaqlara necə dəyər verirdi, uşaqlarla necə söhbət edirdi. Uşağı müxatab aldığı zaman sanki qarşısında böyük bir insan varmışcasına onunla söhbət edirdi. Həqiqətən bu dəyərləri bilmək, bunları öyrənmək və tətbiq etmək insanın həqiqi mənada o övladı ilə bağını qüvvətləndirir. Bu günləri məsələn dediyim kimi o ərgənlik dönəmində uşaqların xüsusən valideynlər diqqətli olmalıdırlar. Xüsusən də ana ilə bala arasında. Çünki ata evə axşamlar gəlir, bəzən uşaq atasından çəkinir, amma ana ilə arasında hər gün ana ona cavab qaytarır, o anaya cavab qaytarır, arada bir düşmənçilik, arada bir şey var. Bu əsnada ancaq o uşaqları sevgi ilə bəsləyə bilərik. Yəni ancaq onlara sevgi göstərərək, ancaq onlara mərhəmət edərək, ancaq onları anlayıram, mən səni anlayıram deyərək bir yerlərə gətirə bilərik. Amma bir insan fitri olaraq zaten müxalif gördüyü insana qarşı özündə bir hazır bir hal alır və onunla mübarizə etməyə başlayır. Yəni uşaq səni özünə müxalif gördüyü zaman, uşaq səni özünə dost bilmədiyi zaman sənə qarşı bir pozisyon alır və səninlə düşmən olmağa başlayır. Ona görə sevgimiz, əgər biz uşaqlarımızı gözəl şəkildə tərbiyələndirmək istəyiriksə və xüsusən də onları müsəlman övladlar olaraq yetişdirmək istəyiriksə, aramızda olan bağı qüvvətli eləyəcəyik. Özümüzü də həm özümüzü sevdirəcəyik, həm yaşadığımız dini onlara sevdirəcəyik. Çünki uşaqda belə bir şey var. Hətta bəzi psixoloqlar deyirlər ki, əgər deyirsən bir an uşağın üzərinə qəzəblənmisənsə, onun önündə deyir qalxıb namaz qılma. Yəni namaz vaxtı girib, qalxıb o uşağın önündə namaz qılma. Çünki deyir o sənə nifrət etdiyi kimi sənin etdiyin feillərə də nifrət edəcək. Baxın necə incə bir məqamdır. Yəni biz bu şeyləri, yəni atalarımızdan, babalarımızdan görməyə bilərik. Amma bu günləri sosial şəbəkələr var, amma bu günləri kitablar var. Nə qədər xeyirli insanlar var ki, onlar bir şeylər yazıb ortaya qoyublar, videolar çəkib ortaya qoyublar. Baxacağıq, öyrənəcəyik. Baxacağıq, ibrət alacağıq, baxacağıq, görəcəyik ki, mən bilməyə bilərəm. Yəni heç kim bunu anasının bətnində öyrənmir, heç kim bunu, yəni və yaxud da atalarından, babalarından görməyə bilər. Oxuyacağıq, əldə eləyəcəyik və ondan sonra da öz övladlarımıza tətbiq etməyə başlayacağıq. Mütləq hər bir ananın, məsələn, kitablar var. 0-3 yaş aralığı uşaqlarla müamilə, 3 yaşından 6 yaşa qədər, 6 yaşından 12 yaşa qədər ərgənlik qapıdadır deyə bir kitab var. Bu şeylərin hamısını bir valideyn evində stol üstü kitab etməlidir. Yəni xüsusən də analar, xüsusən də yəni analar uşaqları ilə çox məşğul olduğundan dolayı, uşaqlarını çox gördüyündən dolayı stol üstü masasında olan kitablar olmalıdır. Artıq ana bətnində uşaq bildikdən sonra ki, mənim bətnimdə uşaq var, 0-3 yaş arası kitablar əldə etməlidir, oxumalıdır, ta ki gözəl bir şəkildə övladı ilə münasibət qura bilsin, ta ki gözəl bir şəkildə övlad yetişdirə bilsin deyə bilərik. Həmçinin biz gördüyümüz, şahid olduğumuz şeylərdən birisi nədir? Bəzi valideynlər övladlarına gərəksiz şəkildə qayğı göstərir, artıq qayğı göstərir və həmin o qayğı səbəbi ilə uşaqlarını qoruduqlarını zənn edirlər. Yəni bütün bu danışdığımız sevgi, qayğı uşağı həyatın reallığından da geri çəkməyə sövq etməməlidir. Yəni bu ikisinin arasında orta bir balans tutmaq lazımdır. Məsələn, sevgi, qayğı göstərmək o uşaq yıxılanda və o uşaq biri ilə dalaşanda, biri gəlib o uşağı vuranda gedib başqa bir uşağa hücum çəkmək deyil. Yəni eyni zamanda bunu da həyatın bir reallığı var. Birisi uşağı aldatmağa çalışdığı zaman gedib o uşağın üzərinə getmək, bu uşağı elə bir hala gətirəcək ki, bu uşaq sabah özü qərar verə bilməyəcək. Hər zaman gözləyəcək ki, biriləri ona sataşdığı zaman başqa biriləri gəlib müdaxilə etsin. Həyatda ayağının üzərində dura bilməyəcək övladlar da yetişdirməyəcək. Buraxacaq o aldatsınlar onu. Buraxacaq qoy vursunlar onu, o vursun, onu vursunlar. Biz də zaten belə böyüdük. Biriləri bizi vurdu, birilərini biz vurduq, biriləri bizi aldatdı, biz birilərini aldatdıq və bununla insan həyatın reallığını öyrənmiş olur. Ona görə nə onları sevgi ilə, qayğı ilə bəsləyib həyatın reallığından da geri çəkməyəcək. Eyni zamanda uşaqları tərk edib onları da sevgisiz, yəni şəfqətsiz də qoymayacaq. Orta bir yol tutacaq ki, ta ki bu balansı yaxalamış, bu balansı əldə etmiş olaq. Bildiyimiz kimi cəmiyyətlər ailələrdən mütəşəkkildir. Ailə strukturunun məhvi avtomatik cəmiyyətin də məhvi deməkdir. Günümüzdə qeyri-legal yollarla birlikdəlik çox asanlaşıb, amma onun müqabilində evlilik müəssisəsi çox çətinləşib. İstər bu namizəd tapma məsələsi olsun, istər iqtisadi məsələlər olsun, istər psixoloji məsələlər olsun, çox çətinləşib. Günün sonunda evlənən insanlar da çox rahat şəkildə boşana bilirlər. Yəni boşanmaq bir növ təbliğ olunur desək, səhv etmərik. Sosial şəbəkələrin fəsadlarından danışdıq. Onlardan biri və ən böyüklərindən olan
örnək alma məsələsidir. Misal üçün baxırıq, qadın və ya kişi sosial şəbəkələr vasitəsilə təbliğ olunan hər hansı bir artistə, hər hansı bir futbolçunun həyatına və sair baxır, görür ki, adamın 5 dənə övladı var, amma hələ də evlənməyib. Yəni qeyri-legal yolla 5 dənə övladı var, birlikdə yaşayırlar, amma evlənməyib. Yəni sanki təbliğ olunur ailəsizlik, sanki təbliğ olunur evlənmədən qeyri-legal yolla birlikdəlik. Bunun müqabilində boşanmaların da sayı artır gündən-günə. Sizcə səbəb nədir? Yəni niyə görə misal üçün bir 30 il, 40 il əvvəl heç bu qədər boşanma yox idi, amma 30-40 il sonra, yəni günümüzdə isə çox bəsit səbəblərdən dolayı iki tərəf bir-birindən ayrılır. Baxırıq ki, buna nə ağsaqqal da əvvəl kimi ağsaqqallıq eləmir. Yəni boşanmaq tələbi ilə gələn bir qadına, boşanmaq tələbi ilə gələn bir kişiyə çox rahatlıqla get bildiyini elə, arxandayam deyə belə bir söz ifadələr işlədilir. Sizcə səbəb nədir? Ümumiyyətcə biz baxdığımız zaman görürük ki, dünyanın yəni bir çox fərqli yerlərində evliliyə qarşı bir insanlarda, yəni bu təbii ki, avam insanlardan söhbət getmir. Yəni insanlığı ifsad etmək istəyən insan, insanlığı fəsada uğratmaq istəyən insanlar ailə müəssisəsini bitirmək istəyirlər. Yəni ailə deyə bir şey olmasın, ailə deyə bir dəyər qalmasın və bunun üçün də əllərindən gələni ortaya qoyurlar. Məsələn, insanların cinslərini dəyişmək, məsələn bu günləri qadın kişi olmaq istəyir, kişi qadın olmaq istəyir və s. Bunların hamısına da o ailə təməlini, ailənin təməlini, ailənin özəyini yıxmaqdan dolayıdır. Bundan dolayı insanlar əllərindən gələni ortaya qoyurlar. Yəni insanların yedikləri yeməyə qədər, insanların istəklərinə qədər, qidaların genini dəyişməkdən tutmuş, hamısı bir-birinə bağlı olan şeylərdir. Hamısı bunlar bir-birindən bağımsız olan şeylər deyil. Biz bunu görürük, şahid oluruq ki, məsələn, xüsusən də Avropadan, Amerikadan gələn xəbərlər nəyi göstərir? İnsanlar 3 uşağı var, hələ deyir biz evlənəcəyik, hələ düşünürük deyir. Yəni təsəvvür edə bilirsiniz belə bir şey. Yəni insan 3 dənə uşağı var, evlilik haqqında düşünəcəkdir. Və bütün bu şeylər, yəni dediyim kimi avam insanlardan yox, insanlığı fəsada uğratmaq istəyən insanların önə sürmüş olduğu bir projedir. Və bunun üçün də, yəni indi bunu onlar ortaya atdılar. Bunun üçün nəyi istifadə edirlər? Sosial medianı istifadə edirlər. Məsələn, qadının biri çıxır rahat sosial mediada danışır, deyir ki, nə evlilik deyir. Evlilik nə? Mən deyir boşandım, qurtuldum deyir. Mən boşandım, rahatlaşdım deyir. Mən artıq istədiyim yerə rahat gedə bilirəm. O nədir deyir? Kişinin qabağına gətir, yemək qoy. Yəni kişinin qabağına çay gətir, qoy və s. Bunu danışan qadın baxırsan ki, bir yerdə 1000 manata maaşa, 600 manata maaşa bir çayxanada, bir kafedə, bir restoranda gətirir yüzlərlə kişinin qabağına yemək qoyur. Baxın, insanlığın beynini kütləşdirdilər, insanların beynini zəbt etdilər. Elə bilirlər ki, ərdən boşanmaq azadlıq, rahatçılıq, qurtuluş, ailəni yıxmaq rahatçılıq. Amma insanlar gedib işləmək özgürlükdür. İnsanların gedib bir yerlərdə, qadınların xüsusən bir yerlərdə işləməsi o deməkdir ki, qadın azad bir qadındır. Yəni təsəvvür edin, bir qadın evinin içərisində olduğu zaman, yəni bu qadının maddi dərdi yoxdur. Ev kirası necə ödənəcək, işıq pulu necə ödənəcək, kommunal xərcləri necə olacaq, evə yemək necə. Yəni bir dənə siyahı yazır, kişi o siyahını axşam gətirir, önünə qoyur. O da səhər ən fazla edəcəyi şey nədir? Səhər kişi işə gedəndə qarşısına yemək qoymaq. Axşam kişi işdən evə gəldikdə qarşısına yəni ağılla düşündüyün zaman, yəni bundan daha rahat bir həyat nə ola bilər ki? Qadın evinin kraliçası kimi yaşayır, bir bəy qızı kimi evdə yaşayır. Bu həyatı qəbul eləmək istəmir. Bu həyat ona ağır gəlməyə başlayır. O sosial mediaya girir, baxır ki, insanlar özgürdürlər, insanlar artıq özgürlü, boşanmaq özgürlükdür. Xüsusən də bu günləri dırnaq arası çıxan psixoloqlar baxırsan ki, insanlığı boşanmağa təşviq edirlər. Belədirsə ayrıl deyir. Yəni insanları buna təşviq edirlər, insanları buna dəvət edirlər. Bu mənim gördüyüm bir problemdir. Lakin şahid olduğumuz, gördüyümüz məsələlərdən birisi, yəni bu var olan ailələr niyə dağılır bəs? Görürük ki, insanlar bu günləri, məsələn, xüsusən qadınla kişi bir evin içərisindədirlər, amma 10 ildir, 15 ildir bir ailədirlər. Nədir şikayətiniz, nədir dərdiniz dediyimiz zaman danışa bilməyiblər. Yəni qadın kişi ilə oturub söhbət edə bilmir, kişi qadınla oturub söhbət edə bilmir. Yəni çünki əslində burada mənim şahid olduğum kişilərin qadınları xəfifə almaq kimi bir problemləri var. Yəni kişi elə zənn edir ki, qadın xuna işlərindən məsuldur, qadın ev işlərindən məsuldur. Qadının tək şeyi budur. Yəni qadın məsələn səninlə bağlı sənin həyatınla bağlı bir məsləhət verdiyi zaman sən nə bilirsən deyir, get işinlə məşğul ol, get sən kuxnada yeməyini bişir, get sən nə bilim supunu bişir və s. İstehza edir, küçümsəməyə başlayır. Və küçümsənməyə başladığın bir insanın da fikri sənin üçün önəmli ola bilməz. O söz dediyi zaman sənin üçün dəyərli ola bilməz. Amma biz baxırıq Peyğəmbər sallallahu aleyhi və səlləmə necə qadınlara önəm verirdi. Əslində bayaq danışdığımız o feminizm, o insanlıq, qadın özgürlüyü və s. onlar qadınları ərlərinin yanından çıxardıb qadını kölə etdilər. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, o kölə olan qadınları çıxartdı,
və kişilərə bir xitabda bulundu və dedi ki, sizin ən xeyirliniz öz həyat yoldaşına qarşı ən xeyirli olanınızdır dedi. Yəni təsəvvür eləyin, yəni bu günləri İslamı pisləyən insanlar, İslamı bir gericilik kimi göstərən insanlar qadınları evlərindən çıxardıb kölə etdilər. Amma bəyənmədikləri Muhammed sallallahu aleyhi və səlləm gəldi, kölə olan qadınları çıxartdı, cariyə olan qadınları çıxartdı və insanlığa gətirdi, onları bir ana etdi, yəni hətta qızı ilə bağlı, qızı olan insanları Peyğəmbər sallallahu aleyhi və səlləm müjdələdi, ananın haqqının ödənməyəcək bir haqq olduğunu aleyhissalatu və səlləm xəbər verdi. Yəni siz təsəvvür edin ki, yəni hardan hara və bu dini bəyənməyən, bu kişini bəyənməyən insanların həyatlarına baxın, necə rəzil bir həyat yaşayırlar, necə rüsvay bir həyat yaşayırlar. Hətta çox qəribədir. Yəni bu insanlar məsələn bu işin başında olan insanların bir sosial şəbəkədə belə bir videosu var. Yəni əxlaqsızlıqların həddi yoxdur. O türklərdə bir söz var, deyir dinimə sövən müsəlman olsa bari. Yəni bu insanlar o qədər əxlaqsız insanlardılar ki, bir verilişdə belə əyləşiblər. Öz qızı da verilişdə oturub belənsinə qayda deyir ki, sən deyir mənim qızım olmasaydın, mən səninlə yatardım deyir. Mən səninlə ilişkiyə girərdim. Sən o qədər gözəlsən deyir. Yəni təsəvvür edin necə bir əxlaqsızlıq, necə bir şey, amma İslamı bəyənməyən insanlar bunlardır. Amma bunlar çıxırlar insanların önünə 5 dəqiqə, 10 dəqiqə danışandan sonra insanlar bunlara meyl edirlər. Necə müasir insanlardır deyirlər, necə mədəni insanlardır deyirlər. Amma işin biraz arxa pərdəsinə endiyin zaman baxırsan ki, bəyənmədikləri Muhammed sallallahu aleyhi və səlləm necə bir kişi olub, necə qadınların haqlarını müdafiə edib, necə qadınları gətirib aleyhissalatu və səlləm onları fəzilətə mindirib. Düşünün, vəda xutbəsidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin ən son xutbəsidir. Yəni bitdi. Ondan sonra artıq aleyhissalatu və səlləm danışmayacaq. Aleyhissalatu və səlləm insanlara bəzi məsələləri xatırladır. Yəni son nə deməkdir? Son o şeydir ki, sən çox mühüm olan məsələləri özətləyirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara deyir ki, qadınlarınız haqqında Allahdan qorxun. Yəni təsəvvür eləyin, ən son xutbəsində belə Peyğəmbər sallallahu aleyhi və səlləm qadınların haqlarını müdafiə etmişdir. Qadınların haqqından aleyhissalatu və səlləm danışmışdır. Qadınları dəyərli bir hala gətirdi. Ən son xutbəsində belə Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlarınız haqqında Allahdan qorxun dedi. Lakin bu gün günümüzdə baxırıq ki, insanlar dedik qadınları xəfifə alırlar və xəfifə aldığın bir kimsədən də dedik sən söz qəbul etməyin ağırlaşır. Birincisi düşüncəmizi dəyişəcək. Yəni qadın da bir varlıqdır. Qadın dəyərli bir varlıqdır. Qadın elə bir varlıqdır ki, bir kişini tamamlayır. Səni çöldə olan sıxıntıda olduğun zaman, dara düşdüyün zaman, darda olduğun zaman, yəni siz təsəvvür edin ki, bugün bir kişinin başına imtahan gəldiyi zaman, bir sıxıntıya düşdüyü zaman, başına bir müsibət gəldiyi zaman xəstəxanada olan onun həyat yoldaşıdır. Düzdür? Yəni sənin o çöldə olan dostların çox azınlıq 30 dənə dostun varsa, 3-5-ini orada tapsan Allaha şükür elə. Amma sənin başının ucundan ayrılmayan yenə sənin həyat yoldaşındır. Və yaxud da sənin başına Allah heç kimə göstərməsin, zindan həyatı gəldiyi zaman o zindan qapılarında duranlar, o zindanda olan kişilərin həyat yoldaşlarıdır. Yəni sənin həyatın hansı bir çətinliyi olursa olsun, hansı bir problemin içərisində olursansa ol, o həyat yoldaşı sənin qapındadır. Bu günləri sən başına bir imtahan gəlsin, yataqdan qalxa bilmə, əlin tutmasın, ayağın tutmasın. Üzr istəyirəm, səni ayaq yoluna aparacaq olan, səni yedizdirəcək olan, səni içizdirəcək olan o həyat yoldaşıdır. Yəni səninlə bu həyat yoldaşı nə demək? Həyatın hər bir yerində səninləndir. Həyatın hər bir yerində səninlə olacaq bir kimsəni xəfifə almaq, küçümsəmək, yəni insan düşünməlidir ki, bir, Allah səni o xəfifə aldığın kimsəyə səni möhtac edər. İki, insan düşünməlidir ki, necə alimlərdən birinin gözəl bir sözü var, deyir ki, sən deyir bir kişinin qızına necə müamilə edirsənsə, qorx ki, başqa bir kişi də sənin qızına elə müamilə etsin. Yəni bu həyatda hər şey qarşılıqlı ola bilər. Yəni insan istəməsə də bəzən görürsən ki, sən birilərinə zamanında zülm etmisən, biriləri də gəlib sənin qızına zülm edir. O zaman anlayırsan ki, sən bir kişinin qızına incitmisən, sən bir kişinin qızına xəfifə almısan. Ona görə Allahdan qorxacağıq, istiqamət üzərində olacaq, qadınları xəfifə almayacaq, düşüncəmizi dəyişəcək. Yəni qadına bir dəyərli bir varlıq kimi necə gedib dostlarımızla istişarə eləyə bilirik, bu məsələni necə eləsəm. Yəni mən həqiqətən şahid olmuşam, görmüşəm. Bəzən qadınlar elə cümlələr qurublar, elə sözlər deyiblər ki, isabətli olub. Bəlkə də bir çox kişinin ağlına gəlməyəcək bir cümləni qurub, bir çıxış qapısı göstərib. Ona görə o da bir varlıqdır, bir insandır. Yəni onu elə bir şəkildə sanki bir dəyərsiz bir varlıq kimi və ya ağlı qıt varlıq kimi baxmaq olmaz. Elə qadınlar var ki, onların ağlı səviyyələri bir çox kişilərdə yoxdur o ağıl səviyyələri. Belə olduğu təqdirdə necə ola bilər ki, sən qadını xəfifə alasan, onu dəyərsiz görəsən, bu mümkün ola biləcək bir şey deyil. Qadınlara qarşı birinci baxış açımızı düzəldəcəyik, gərəkdiyi zaman onlarla istişarə edəcəyik, məsləhət edəcəyik, danışacağıq və s. İkincisi, bu boşanmaların ən böyük səbəblərindən birisi insanlar bir-birlərini tanımadılar. Baxırsan ki, 10 illik bir ailədir, qadın kişini tanımır, kişi qadını tanımır. Yəni nə mənada tanımır? Onun nəyi sevdiyini, nəyi sevmədiyini bilmir. Çünki bunlar bu günə qədər bir masa arxasında oturub danışmayıblar. Məndə bəyənmədiyin xislət nədir?
Və ya sənin məndə bəyənmədiyin bir xislət varmı? Yəni mən nəyi düzəltsəm sənin üçün yaxşı bir qadın olaram, nəyi düzəltsəm sənin üçün yaxşı bir ər olaram, qarşılıqlı danışmadıqlarından dolayı bir-birlərini tanıya bilmirlər. Yəni sanki bir evin içərisində iki fərqli insan yaşayır, amma bir insan bir insanı tanıdığı zaman orada olan problemi düzəldə bilir. Yəni mən məsələn biz yoldaşlıq ediriksə, dostluq ediriksə, biz bir otaqda bir səfərdə qaldığımız zaman, yəni mən bilirəm ki, sən falan şeyi bəyənmirsən. Mən bilirəm, sən bilirsən ki, mən falan şeydə təmizliyə diqqət edirəm. Mən bilirəm ki, sən falan bir-birimizi tanıdığımız zaman orada yaşamaq da bizim üçün asanlaşır. Amma bir-birimizi tanımasaq, məsələn düşün ki, iki insan bir arada gəlib bir səfərdə, başqa bir fərqli bir yerdə eyni otaqda qalmaq məcburiyyətindədirlər. O onu tanımır, bu bunu tanımır. İndi bir şeylər eləyəcək, bilmir, necə eləsə yaxşı olar, o düşünür ki, mən necə eləsəm yaxşı olar. Soyuq mu sevir, kondisioneri, istimi sevir, necə olacaq və s. insan üçün bir əziyyət halına çevrilir. Əgər bir qadın, bir kişi bir-birlərini tanımırlarsa, onun nəyi sevdiyini bilmirsə və ya qadının kişinin qadını tanımadığı bir ortam bir-birlərinə zindan olmağa başlayır. Bəlli bir nöqtədən sonra ayrılıq baş tutur. Ona görə bir-birimizi tanıyacağıq. Yəni qadın kişini, kişi qadını tanıyacaq ki, ta ki o münasibət istiqamət üzərində qala bilsin. Allahın razı qaldığı, Allahın ifadəsi ilə deyəcək olsaq, insanların, yəni qadınla kişinin bir-birində sükunət tapacağı, rahatlıq tapacağı bir ailə yuva halına gəlsin. Bunun üstündə dediyim kimi birinci şeylərdən yəni ediləcək ən mühüm şeylərdən birisi insanların bir-birlərini tanıması, bir-birlərlə diyaloq qurması, bir-birlərinin gözlərinin içərisinə baxaraq problemi həll etməyə çalışmaları lazımdır. Amma danışa bilməyən insanlar, söhbət edə bilməyən insanlar, bir-birlərinin gözünün içərisinə baxıb problemi dilə gətirə bilməyən insanlar günün sonunda ailə dağılır, günün sonunda baxırsan ki, sən qadın deyir ki, məsələn qadınlar bu günləri ən çox yəni istəmiş olduğu şeylərdən birisi nədir? Sevgidir. Yəni kişi qadına sevgi göstərə bilmir. Çünki qadının bir öz qadınını tanımır. İki, ümumən qadınları tanımır. Qadınların xislətini, qadınların necə bir hal üzərində olduqlarını, nədən razı qalacaqlarını və s. bilmədiyindən dolayı bu eyni şəkildə qadın üçün də keçərlidir. Qadın da kişini tanımadığından dolayı və tanımağa çalışmadığından dolayı da problemlər bu şəkildə cərəyan edir. Məsələn, qadın deyir ki, mən illərdir bu adamla evliyəm, amma bir gün mənə xoş söz dediyini şahid olmamışam deyir. Və bir gün mənə əlində gül aldığına şahid olmamışam deyir. Adam da qayıdır, indi qarşılıq verməlidir. Deyir ki, mən gül almamışam deyir, xoş söz deməmişəm deyir, amma mən illərdir işləyirəm deyir. Heç əlaqəsiz bir mövzunun içərisinə daxil olur. Mən deyir, sənin yeməyini alıram, içməyini alıram, paltarını alıram və s. Yəni, üzr istəyirəm ifadəmə görə. Yəni, sən bir axırda bir şey saxlamırsan, onun sadəcə yemək qidası ilə, yemək içmək təmin edərək, o da bir insandır, onun da xoş sözə ehtiyacı var. Qadın da Allah onu zərif yaradıb. O xoş sözə ehtiyacı var, onun çiçəyə ehtiyacı var, onun gülə ehtiyacı var. Sən onu tanımalısan, onu bilməlisən. İçindən gəlməsə belə eləməlisən. Yəni, içindən gəlməsə belə, insan var, onu heç görməyib, atasından, babasından belə şeylər görməyib. Amma sən bilməlisən ki, bununla qadın xoşbəxt olursa, yəni həqiqətən qadınlar çox bəsit şeylərlə xoşbəxt ola bilirlər. Yəni bizim üçün adi görsən onu 5 manatlıq gül, baxırsan ki, sən onu almısan 2010-da, bugün 2026-dır, bir kitabın arasından onun qurunmuş halını çıxarda bilir. Səbəb nədir? Səbəb o onunla xoşbəxt olursa, yəni niyə onu ondan məhrum eləyirsən ki? Niyə onu ondan məhrum edib, yəni həyatın bəlli bir yerinə gəldikdən sonra artıq bir-birinizə tahammül edə bilməyəcək bir hala gəlib, artıq çünki o xırda olan şeylər, məsələn kişi deyir ki, burada nə var idi ki, məsələn söhbət edirlər. İndi burada nə var ki, deyir, bizim ailəmizi dağıdırsan deyir. Anlamadığı bir şey var. O həyatın o yığılmış olan şeylər o həyat boyunca insanı bəlli bir nöqtədən sonra o son damla demiş olduğumuz şey damla düşür və hər şey altı üstünə gəlir. Və kişilərdə belə bir şey var. Yəni bu yerə qədər, çünki kişi necə olmalıdır ailəsində? Yəni məsələn bəzən qardaşlar sual verir, deyir ki, yəni bu qədər deyir ailə məsələlərinə şahid olmusan, görmüsən. Ən çox problem kimdədir? Deyir, qadınlarda yoxsa kişilərdə? Deyirəm ki, kişilərdə də problem var. Qadınlarda da problem var. Amma bir məsələ var ki, kişi ailəsinin rəisidir. Kişi, yəni bir şirkət düşünün. Yəni həmişə bu misalı verirəm. Şirkətdə işçilər var. Anidən müdirə zəng vururlar ki, ortalıq qarışdı, bir şeylər tərs getdi, bir şeylər oldu. Müdir gəlib nə deyir? Bitdi, bu şirkəti batırın, hamınız çıxın gedin demir ki, o yəni pozulmuş olan sistemi düzəltməyə çalışır. O yanlış olan şeyləri düzəltməyə çalışır. O riski dəyərləndirir, nə edə bilərik, necə edə bilərik. Ortalığı toparlamağa başlayır. Buna deyirlər ki, bu şirkətin rəhbəridir. Həqiqətən də etməsi gərəkəni etdi. İndi burada problem kişidə də var, qadında da var. Amma kişi nə etməlidir? O ailəsində olan balansı qorumalıdır. Problem hardan qaynaqlandı? Bu qadın bir şeylər artıq siqnal verməyə başlayıb, bir şeylər deməyə çalışır, bir şeylər göstərməyə çalışır. Mənim onu anlamam lazımdır, mənim ona yönəlməm lazımdır. Orada olan problemi həll etməm lazımdır ki, o problem böyüməsin. Çünki bu günlərin nöqtə olan problem, sən o problemlə ilgilənmədiyin zaman içərisində o problem böyüməyə başlayır və insanlar arasında böyük bir münaqişələrə səbəb olur. Və sonuncusu, mənim bütün kişilərə tövsiyə edəcəyim məsələ, ailələrinizdən TikTok deyilən bəlanı çıxardır. Yəni, kim ailəsində xoşbəxt olmaq istəyirsə, kim ailəsində hüzur tapmaq istəyirsə, mütləq TikTok deyilən bəlanı həyatından, Instagram deyilən bəlanı həyatından
çıxartmaq məcburiyyətindədir. İndi xüsusi insanlar ola bilər ki, onların iş həyatları var, işlərindən dolayı bəlli səbəblərə görə oradadılar. Amma sadəcə video izləmək xətrinə orada olan övladlarınızı, ailələrinizi, hətta sizin özünüz, kim ki bu işin içərisində boş bekarçılıqdan dolayı oralarda fırlanırsa, mütləq bu bəladan özünüzü və ailənizi qurtarın. Kim xoşbəxt olmaq istəyir, səadətə çatmaq istəyirsə bunu etsin. Çünki bəzi bu günləri necə bayaq danışdıq, elə psixoloqlar çıxıblar, elə insanların önündə elə şeylər danışırlar ki, yəni onu eşidən bir qadının axşam xoşbəxt olması mümkün deyil. Yəni onu eşidən qadının tək istəyi var, necə bu kişidən canımı qurtara bilərəm? Yəni onu eşidən bir qadının, yəni bu uşağına belə yük kimi baxmağa başlayır. Sən deyir bu dünyaya, məsələn, eşitdiyim, şahid olduğum şeylərdən, sən bu dünyaya deyir o uşağa baxmaq üçün gəlmirsən. Sabah deyir ərə gedəcək, o birisi evlənəcək deyir. Yəni öz həyatını, gəncliyini deyir bunların önündə süpürgə etmə deyir, gəncliyi. Yəni bunları eşidən bir qadın o rahatçılığı, o xoşbəxtçiliyi əldə edə bilər, mümkün deyil. Ona görə o bəzən sənin çox xəfifə aldığın 1 dəqiqəlik video sənin həyatını, ailəni altını üstünə gətirə bilər. Sosial şəbəkələrdən ehtiyac yoxdursa ailələrimizi xüsusən diqqətli bir şəkildə olub onları bu sosial şəbəkələrdən uzaq tutsaq, ailələrdə olan problemlərin demək olar ki 50%-ni ortadan qaldırmış olacaq inşallah. Allah razı olsun müəllim. Çox can alıcı mövzulara toxundunuz. Əslində bir cəmiyyətin ayaqda qalması üçün əsas nüanslardır bu saydığınız şeylər. Və bu problemlərə çıxış yolları qeyd etdiniz. Bir məsələ də var ki, bəlkə sözüm qədər də önəmlidir. Bunu insanlara necə çatdıracaq məsələsi. Belə deyək, İslamın böyük bir restoran kimi düşünsək, Quran və sünnətdən çıxan hökmləri də oradan çıxan bir yemək kimi düşünsək, onu insanlara sunan insanlar da önəmlidir. Yəni bu həqiqətləri insanlara sunan, təsəvvür eləyək ki, bir ofisiant düşünək ki, əli ayağı çirkli, üstü başı çirkli, gətirir çox gözəl bişmiş bir yeməyi, insanların qabağına belə çırparaq atır ki, alın yeyin. Yemək nə qədər gözəl olsa, nə qədər dadlı olsa, kim qəbul eləyər ki bu yeməyi? Məsələni qaytaraq bu mövzuya, bu həqiqətləri, bu doğruları, bu qədər fərqli düşüncələrin, ideologiyaların, izmlərin olduğu cəmiyyətlərdə necə çatdıra bilərik ki, yəni dediyimiz haqq ola bilər. Amma haqlı da qala bilək. Yəni bizə örnək göstərib deyilməsin ki, buna bax, misal üçün, keçmiş dövrlərdə belə bir hadisə yaşanıb. Bir İslam dəvətçisi olur, çıxır vaaz-ı nəsihət verir ətrafındakı müsəlmanlara. İçlərindən bir gənc qalxır, çox ədəbsiz bir şəkildə deyir, şeyx deyir, biz bunu bilirik deyir, bizə bunu anlatma. Get bunu kafirlərə anlat. Şeyx də qayıdıb bunun müqabilində deyir ki, mən onlara gedib anlatacağam, tamam, amma onlar da mənə səni misal göstərəcəklər. Deyəcəklər ki, mən bu həqiqətləri qəbul etsəm, bunun kimi mi olum? O zaman deməli mən sizdən başlamalıyam. Yəni sizlər doğrulsanız, sizlər həqiqətən də gözəl şəkildə insanlara bu şeyləri çatdırsanız, insanların qəbul edilməsi də çox asan olacaqdır. Bu mövzuda yəni bu həqiqətləri biz insanlara necə çatdıra bilərik? Baxın, yer üzərində fərqli şeylərə insanlar dəvət edirlər. Yəni hərə öz ideologiyasına, hərə öz tutduğu yola insanları dəvət edir. Bizim üçün bu üzərində olmuş olduğumuz din bizim üçün ən böyük şərəfdir, ən böyük izzətdir, ən böyük qürur verici bir şeydir. Biz inanmış olduğumuz bu dəyərləri necə ki kafirlər insanları ifsad edirlər, bunun üçün əllərindən gələni ortaya qoyurlar. Dini, bax az öncə verdiyimiz misallara baxın. Onlar Muhammed sallallahu aleyhi və səlləmi gözdən salmağa çalışırlar, amma özlərinin həyatı, özlərinin danışıqları, özlərinin həyat tərzi, bərbad bir həyat tərzi var. Yəni biz nə edəcəyik? Müqayisə edəcəyik. Onlar bizə etdiyi şeyləri onlardan daha çox çalışaraq insanlara göstərəcəyik. Yəni və bu göstərişi edərkən də özümüz danışaraq insanlara göstərməyəcəyik, yaşayaraq insanlara göstərəcəyik. Çünki bu günləri insanlar, yəni bu həqiqətən də böyük bir həqiqətdir ki, insanlar danışan insanlar görmək istəmirlər. İnsanlar yaşayan insanlar görmək istəyirlər. Yəni məsələn, bir dindarın din anlattığını görmək istəmirlər. Bir dindarın dini yaşadığını görmək istəyirlər. Necə görmək istəyirlər? Qonşuluğunda, ticarətində, bir yerə alış-verişə getdiyi zaman, çöldə hətta deyilməsindən, gülməsindən, hər bir şeyindən, yəni madəm sizin anlattığınız Muhammed budursa, yəni Muhammedin ədəbindən, əxlaqından, gülüşündən, həyat tərzindən danışıb onu insanlara təqdim edirsiniz. Sən də onun ümmətisən. Necə olacaq ki, sən danışmış olduğun, önünə bir rəhbər olaraq qoymuş olduğun kişinin izindəyəm deyirsən, amma onun əxlaqından səndə bir pay yoxdur, səndə bir nəsib yoxdur. Ona görə insanlar bu günləri danışan insanlar yox, əməl edən insanlar görmək istər. Biz də ən gözəlini ortaya qoyacağıq. Yaşantımızla, insanlarla olan münasibətimizlə, deyimimizlə, gülüşümüzlə, hər bir şeyimizlə ən gözəlini ortaya qoyacağıq. Yəni məsələn, biz tövhid dəvətini, sünnət dəvətini insanlara çatdırmağa çalışırıq. Ən gözəlini necə eləyə bilərik?
ən gözəl məkanlarda necə eləyə bilərik, ən gözəl çəkilişləri necə eləyə bilərik. Yəni biləcəyik ki, bu ən izzətli yoldur, ən şərəfli yoldur, ən qürur duyulacaq yoldur. Bunun üçün əlimizdən gələnin ən yaxşısını eləyəcəyik. Baxın, kafirlər öz batil düşüncələrindən dolayı, yəni milyonlarını xərcləyirlər. Düzdür? Allah Azza və Cəllə deyir ki, Allah Azza və Cəllə onları bildirərkən onların, yəni mallarından, sərvətlərindən keçdiyini Allah Azza və Cəllə bizə xəbər verir. Biz də bu uğurda ən gözəlini ortaya qoyacağıq. Yəni məsələn, bu dəvət üçün Allahın və Rəsulunun dinini insanlara çatdırmaq üçün ən gözəl şəkildə necə eləyə bilərik? Onu eləyəcəyik. Yəni bu dəvətdən heç bir şeyi kəsməyəcəyik. Bu dəvətdən heç bir şeyi azaltmayacağıq. Bu yaxşıdır, bu da yaxşıdır. Bu biraz pisdir, pis eləyək, biraz ucuz başa gəlsin, biraz belə əsla. Yəni madəm ki bu mənim şəxsimə deyil, bu sənin şəxsinə deyil. Bu Allahın dininədirsə, Allahın dini layiqdir ki, ən gözəli o din üçün edilsin. Layiqdir ki, o dini anlatan insanlar ən gözəl yerlərdə insanlara dinini anlatsınlar. Layiqdir ki, ən gözəl məkanlarda o dini anlatsınlar. Bunun üçün əlimizdən gələni ortaya qoyacağıq, ən gözəlini ortaya qoyacağıq və yaşantımızla həm şəxsi olaraq bir duruş ortaya qoyacağıq, şəxsi olaraq bir yaşantı əldə edəcəyik. Baxın, insanlar bu günləri dedi ki, danışan insanlar yox, yaşayan insanlar görmək istəyirlər. Bu günləri bir sosial şəbəkəyə daxil olsalar insanlar, yəni din adına dini təmsil edən insanlar, baxın onlara baxıb insanlar, yəni gecə saat 3-də adam dindən danışır, insanlara bir şeylər anlatır. Gecə 4-də mənə şir atın deyə insanlara qışqırır. Belə bir görkəmdə insanların o dəvətə icabət etməsi, insanların o dini qəbul etməsi mümkündürmü? Mümkün olacaq bir şey deyil. Ona görə insanın üzərinə düşən şey nədir? Bu din üçün etməsi gerəkən şey, yəni sən bəzən nəfsin bir şeylər istəyə bilər. Amma sən bu dini təmsil edirsənsə, hər şeyə diqqət edəcəksən. Nəfsin üçün yox, Allahın dini üçün. Allahın dinini təmsil etdiyin üçün hər bir şeyinə diqqət edəcəksən. Geyimindən, keçimindən, baxışından, gülüşündən, yerişindən, insanlarla olan münasibətindən, insanlarla olan ticarətində. Yəni ticarət edirsən birisinə söz vermisən. Mən bu axşam gəlib bunu səndən götürəcəm. Düzdür? Yəni axşam sənə düşüncə gələ bilər ki, başqa bir yerdə daha ucuzu var. Və yaxud da başqa bir yerdə mən bunu almaqdan vaz keçsim, amma o insan o malı sənin üçün saxladı. Niyə? Sənin saqqalına baxdı, sənin İslamı təmsil etmənə baxdı. Dedi, valla bu adam dedisə gələcəm, bu adam gələcək. Yəni sənin haqqında bu düşüncədə olan adamı, yəni sən nəfsin istəməsə belə onu gedib götürməyi, sən Allahın dininə zərər gəlməsin deyə gedib götürəcəksən. Təmsil etdiyin dinə xələl gəlməsin deyə gedib onu oradan götürəcəksən. Vələv ki, orada maddi zərərə də düşsən, vələv ki, orada bir sıxıntı da yaşanmış olsan, vermiş olduğun sözün arxasında duracaqsan. Baxın, kafirlər Muhammed sallallahu aleyhi və səlləmi bəyənmədilər. Ona dəli dedilər, məcnun dedilər, şair dedilər. Hər sözü ona dedilər, amma Muhammed güvənsiz bir adam deyil demədilər. Güvənsiz bir adam da demədilər. Allah Resulü aleyhissalatu vesselam haqqında danışan kafirlər dedilər ki, Muhammed əmin bir kimsədir. Hətta düşünün, onunla savaşan Muhammedlə bir yerdə savaşır, axşam gətirir malını Muhammedə əmanət edir. Deyir ki, bu mallar sənin yanında qalacaq. Yəni keçmişdə belə bir şey vardı. İnsanlar dəyərli şeylərini güvənlir olan insanların yanına gətirib qoyurdular. Bəs Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla savaş içərisində olmağına rəğmən, onlarla döyüşməyinə rəğmən aleyhissalatu vesselam hicrət edəcək. Əli radiyallahu anhunu yerinə qoyur və deyir ki, ey Əli, insanlar sənin yanına gələcəklər. Bu falan adamındır, bu falan adamındır, bu falan adamındır. İnsanların əmanətlərini insanlara çatdır deyir. Yəni o insanlara çatdır demiş olduğu əmanətlər ki var, onlar Muhammedi yurdundan çıxmağına səbəb olublar. Təsəvvür edirsiniz mənzərəni. Yəni bu günləri məsələn biz bunu bilməsək, ağlımıza belə bir düşüncə gələr. Bu adam məni yurdumdan çıxardır, bu adam məni vətənimdən çıxardır, bu adam mənə etmədiyini buraxmır, bu adam mənim səhabəmi öldürür, bu adam mənim dostlarımı öldürür. Məndə də malı var. Mən zaten yola çıxıram, elə bunun malını götürüm, bunun malı ilə yola çıxım, aleyhissalatu vesselam belə etmir. Onların mallarını geri qaytarır və kafirlər də Muhammedə nə deyirlər? Muhammed əmin olan bir kişidir deyirlər. Yəni o əminlik olan vəsfi, doğruluq olan vəsfi əsla və əsla dünya mənfəəti qarşısında o doğruluğumuzu, o əminliyimizi, o kimliyimizi əsla və əsla geri ondan taviz verməyəcək, ondan geri durmayacaq. İnsanlar bizi əmin olaraq biləcəklər. Doğru olan, bizim dinimizi qəbul etməsələr belə, bizə fərqli ləqəblər qoşsalar belə, bizə şair də desələr, dəli də desələr, bunların başını yuyublar da desələr, amma sonda bir ifadəni mütləq deyəcəklər. Və yaxud da dedizdirməliyik. Nədir o ləfiz? Bunlar əmin olan insanlardır. Bunlar ticarət edəndə aldatmazlar. Bunlara mal versən mala xəyanət etməzlər. Bunlara ailənə əmanət etsən ailənə zərər vurmazlar. Ta ki insanlar arasında dini təmsil edən belə bir nəsil ortaya çıxmalıdır və insanlar da zaten dediyim kimi danışmaqdan çox yaşayan insanlara baxdıqları zaman bu dini qəbul etmələri, bu həqiqətləri görmələri daha da nə olacaq, rəğbət qazanacaq deyə bilərik. Allah razı olsun müəllim. Hər bir məsələnin, hər bir mövzunun, hər bir proqramın bir sərlövhəsi olur. Düşünək ki, insanlıq bizi dinləyir. Bu insanlığa son söz olaraq nə demək istəyərdiniz? Bu arada son sözünüz nə olardı? Mənim bu
bütün əgər səsimi xüsusən də özünü İslam'a nisbət edən insanların eşitməsini istəsəydim, hətta bununla bağlı bizim bir dərsimiz də var. Kaş ki bu dərsi bütün müsəlmanlar dinləsə adlı. Orada bir şeydən bəhs etmişik. O da nədir? İnsanın mürüvvət sahibi olması. Mürüvvət nədir? Necə İbn Mübarək deyir ki, mürüvvət deyir o şeydir ki, insanı gözəl əxlaqları onda cəm edir və onu zəlil edəcək bütün sifətlərdən uzaqlaşdırır. Yəni bu həqiqətən çox əzəmətli olan bir şeydir. Yəni insanın mürüvvət sahibi olması. Mürüvvət sahibi olan insan onun kimliyinə, onun şəxsinə zərər gətirəcək bütün şeylərdən uzaq duran insandır. Yəni məsələn, ən bəsit bir misal verəcək olsaq, çöldə oturmuşuq 4-5 dənə özünü İslam'a nisbət edən, qıraqdan baxıldığı zaman bunlar müsəlman olan, özlərini İslam'a nisbət edən insanlardır deyib din adına bizi nisbət edəcək olan insanları düşün, bir arada oturublar. Ən bəsit şey, içimizdən biri əlinə vurur, qəhqəhə ilə çəkir, biri geri gedir, biri qabağa gəlir, gülür və s. ortalığı dağıdır, əlini masaya vurur. Burada mürüvvət ola bilər, burada mürüvvət ola bilməz. Yəni insan o insanı zəlil edəcək, insanların gözündən salacaq olan şeylərdən mütləq çəkinməlidir. Necə imamlardan birisi deyir ki, necə alimlərdən birisi deyir ki, hər bir müsəlman deyir, bunu din olaraq düşün, hər bir müsəlman deyir, bu dinin kənarında duran, bu dini qoruyan bir qoruyucudur deyir. İzin vermə ki, deyir, kafirlər sən durduğun yerdən bu dinə saldırsınlar. Yəni, nə deməkdir bu? Sən bir əxlaqsızlıq etdiyin zaman, sənin o əxlaqsızlığını sənin şəxsinə olaraq Əli, Vəli, Əhməd, Ömər deyə danışmayacaqlar insanlar. Oradan dinə girəcəklər, din bunların inanmış olduqları din belədir deyəcəklər. Oradan sənin etmiş olduğun ədəbsizliyi İslam'a nisbət edəcəklər. Yəni oradan daxil olaraq İslam'a zərər gətirəcəklər. Biz hər birimiz bu dinin qoruyucusuyuq, təmsil etdiyimiz. Yəni düşünün ki, bir insan bir şirkəti təmsil edir. Yəni hər bir şeyin bir üzü var. Yəni məsələn sən bir banka girirsən, bir xəstəxanaya girirsən, yəni o xəstəxana, o bank, o şirkət haqqında səni ilk səndə təəssürat oyadan şey nədir? Orada o resepsiyonda oturan insandır. Əgər o mədənidirsə, əgər o səninlə gözəl davranırsa, səndə bir şeylər oyanır. Deməli burada çox gözəl bir yerdir. Deməli burada əmin-amanlıq var. Deməli burada hər şey rahat olacaq. Amma ilk təmsil edən insan səni pis qarşılasa, sənə kobudluq eləsə və s. sən artıq içəridə dünyanın ən güclü həkimləri də olsa, sənin üçün o xəstəxana bitdi. Düzdürmü? Yəni o ilk üz demiş olduğumuz şey çox önəmli olan bir şeydir. Ona görə biz əgər bu dini bir bütöv olaraq düşünsək, hər bir kəs, yəni hər bir bu dini özünü nisbət eləyən, hər bir bu dinin muntasibi mütləq bilməlidir ki, sən bu dini təmsil edirsən. İnsanlar sənə baxdıqları zaman səni adınla deyil, səni falan dini muntasibi olaraq, səni falan dinə nisbət edilən bir insan olaraq görürlər və bizə lazımdır ki, bu şeyi qoruyaq. Bəs bu şeyə ən çox zərər gətirən şey, insanların mürüvvətlərini itirən şey nə oldu? TikTok oldu. Yəni TikTokdan öncə olan özünü İslam'a nisbət edən insanlara bax, TikTok deyilən bəla çıxdıqdan sonra insanların bu dinə olan münasibətinə bax, arada yerlə göy qədər fərq var. Əvvəllər insanlar saqqallı bir insanı söyməkdən həya edərdilər. Əvvəllər insanlar özünü İslam'a nisbət edən insanlara hörmət edərdilər, ta ki nə vaxta qədər saqqallı kişilərin TikTokda oyun çıxartdığı dönəmə qədər. Artıq elə bir hala gəldilər ki, təsəvvür eləyin belə bir şeyi. Adam video buraxır, videonun altında bunu söyürlər, saqqalını söyürlər, özünü söyürlər, özünü nisbət etdiyi dini söyürlər. Adam da onlara gülə-gülə cavab verir. Yəni, belə bir mürüvvətsizlik, belə bir əxlaqsızlıq, belə bir tərbiyəsizlik ola bilərmi? Yəni, baxırsan ki, ondan sonra insanlar rahat bir şəkildə dinlə də istehza edirlər, dinlə alay da edirlər. Yəni dinin şüarları ilə istehza da edirlər. Səbəb nədir bu insanlardır? Və bu insanlar elə düşünməsinlər ki, özü bilər söyür Allaha cavab verəcək. O Allaha cavab verəcəyi kimi sən də Allaha cavab verəcəksən. Bu dinə zərər gətirdiyindən dolayı gecənin 3-də, yəni düşün adam, yəni işi kalbasa saçka satmaqdır. İşi maşın ustalığıdır. Bu işlərin heç birisi ayıb deyil. Hər bir insan üçün öz görmüş olduğu iş dəyərlidir. İnsanlardan dilənmədiyi müddətcə ticarət edir. Nə ticarət olursa olsun, halaldırsa, mübahdırsa ən gözəl işi görmüş olur. Amma sən maşın ustası ola, bərbər ola, ətir satan ola, gecənin 3-də din adına bir ateistlə mübahisə edirsənsə, din adına bir dənə broşür oxumamısan. Allahın kitabını bəlkə başından sonuna oxumamısan, amma gecənin 3-də bir ateistlə debat edir. Gecənin içərisində fərqli bir firqənin muntasibi ilə debat edir və sənin ucbatından nə qədər insanlar azğınlığa düşür və sənin ucbatından nə qədər insanlar bu dindən soyulurlar, sənin ucbatından nə qədər bu insanlar dindən çıxırlar, dindən üst çevirirlər, hamısının hesabı sənin üzərindədir. Yəni, təsəvvür edin, gecənin 3-də bir insan, yəni gecənin 3-də insanlara din anlatmaq olar. Gecənin 3-də insanlara din anlatan insanın bir mürüvvəti qala bilər. İnsanların yanında, yəni gecənin 3-ü hansı bir, məsələn, böyük imamlardan, böyük şeyxlərdən və ya böyük bir professorlardan, böyük bir akademik olan insanlardan görmüsünüz, gecə 3-də 4-də otursun, başlasın insanlarla önəmli olan mövzuları danışmağa. Belə bir şey görmək çox nadirdir. Ehtiyac olarsa, ciddi bir ehtiyac yaranarsa ayrı bir şey, amma insan bunu adət halına alıb
Təsəvvür edin, debatı edir. Ən son insanlara deyir ki, mənə deyir bir hədiyyə göndərin, mənə bir şir göndərin. Bitdi. Sənin anlatmış olduğun heç bir şeyin qədir qiyməti qalmadı. Peyğəmbər sallallahu aleyhi və səlləm və bütün peyğəmbərlərə baxdığımız zaman insanları dəvət etdikləri zaman insanlara bir şey dedilər. Biz sizdən bu dəvətin müqabilində heç bir ücret istəmirik. Baxın, insanlara bir əminamanlıq verdilər. Sən din anlatırsan, üstündən 5 dəqiqə keçir, kart paylaşırsan, sən üstündən 5 dəqiqə keçir, insanlardan fərqli bir şeylər istəməyə başlayırsan, anlatmış olduğun şeyin dəyəri itdiyi kimi sənin də bir mürüvvətin qalmır. Sənin cismində olan bütün insanların da mürüvvətinə zərər gətirmiş olursan, ona görə Allahdan qorxmaq lazımdır. Bu dinə zərər vermək olmaz. Səsimi eşidən hər kəsə bunu demək istəyirəm ki, mürüvvət sahibi olun. Özünüzə, öz kimliyinizə, xüsusən də özünü İslama nisbət edən insanlar bu dinə zərər gətirməyin. Amma bu tək özünü İslama nisbət edən müsəlmanlıqla əlaqəli olan bir şey deyil. Səsimi əgər bütün insanlığa eşitdirəcək olsam, istər müsəlman, istər qeyri-müsəlman, sizlər də öz mürüvvətinizi qoruyun. Yəni mürüvvət çox əzəmətli bir şeydir. İnsanın öz kimliyinə zərər gətirməməsi, insanın o dik duruşuna zərər gətirməməsi, insanın o baş ucalığına zərər gətirməməsi. Təsəvvür edin ki, mən bir status oxumuşdum. Deyir ki, əvvəllər deyir, dəliləri ancaq öz qohum əqrabası tanıyırdı. Bu sosial mediada çıxandan sonra dəliləri hamı tanımağa başladı. Ya həqiqətən də baxırsan ki, əvvəl birinin qohumunda, əqrabasında dəli var idisə gizlədirdilər onu. İndi baxırsan ki, adam dəlidir və məşhur olur. Dəlidir və trendə düşür. Dəlidir və yəni səfeh hərəkətləri ilə, yəni onda dəlilik 5%-dir. O görür ki, dəlilik bu toplumda trend olur. O dəliliyini 5%-ni edir 55%, daha da məşhur olmağa başlayır. Bu səfər dəlilərin sayı artmağa başlayır. Ona görə özünə hörmət edən insanlar, ciddi olan insanlar, öz mürüvvətini qoruyan insanlar mütləq öz kimliklərini, öz mürüvvətlərini qorumalıdırlar. Bu kimi insanlara baxmaq dahi olmaz. Yəni o dəlini məşhur elə, yəni dəli demiş olduğum şey həqiqətdə o əqli qüsur olan insanlardan bəhs etmirəm. Yəni əqli qüsurluq ola bilər, bir insan xəstə ola bilər. Məsələmiz bu deyil. Özünü dəli kimi aparan insanlar. Qıraqdan baxdığın zaman bu axmaq adamdır. Bu ağıllı adam bunu eləməz, ağıllı adam bu cür qışqırmaz, ağıllı adam bunu etməz. Yoxsa qüsuru, yəni əqli qüsuru olan insanlardan əsla bəhs etmirəm. Yəni bu dəliliyi, bu səfehliyi, bu düşüncəsizliyi insan özündən uzaq tutmalıdır. İnsan ciddi olmalıdır. Sən atanı təmsil edirsən, sən babanı təmsil edirsən, sən öz ailəni təmsil edirsən. Həqiqətən də insan bu kimi, məsələn bu günləri trend olmağın ən böyük şeylərindən birisi nədir? Təhqirlərlə, insan o kommentlərlə, o şərhlərlə umrunda dahi deyil. Yəni insanı birisi altdan söyər, İnsana təsir edir, götürərsən, onu silərsən və ya qarşı tərəfə bir təpkidə bulunarsan. Baxırsan ki, baxıb hamısına özü yəni heç bir şey etmir. Bəzən sanki yəni o adama bir istehza olsun deyə yazılmış olduğu şeyə də like eləyə bilir. Baxırsan ki, bu ağıl karı işi deyil, insanların edə biləcəyi bir şey deyil. Hətta bununla bağlı bir yumor da var. Adamın birisi göstərir ki, yaşlı bir adamdır, yataq xəstəsidir. Yataq xəstəsi də olmağının səbəbi odur ki, güya bunun Instagram, TikTok səhifəsini bloklayıblar, bağlayıblar. Deyir, mənim orada 1 milyon izləyicim var idi və bunu da səbəb olaraq gətirir. Deyir, sən bilmirsən, deyir, mən onu nə söyüşlərlə qazanmışam, nə təhqirlərlə qazanmışam. Bu əslində bir həqiqəti yansıdır. Bu günləri insanlar o şərhlər bölümünü niyə bağlamır? Orada nə qədər şərh yazıldıqsa, bir o qədər trendə düşürsən, bir o qədər məşhur olursan, insanlar söyüşlə, təhqir olmaqla qabağa getməyi, irəliləməyi, tanınmağı qəbul edirlər. Bu da insanın həqiqətən mürüvvətini əldən aparan şeydir. Bütün insanlıq yenə mürüvvətini qorusun ki, ta ki öz şəxsiyyətini, öz kimliyini, öz təmsil etdiyi atasını, babasını, ailəsini, bir dini muntasib edirsə, bir dini bərabərində qorumuş olsun deyə bilərik inşallah. Allah razı olsun müəllim. Bizi aydınlatdığınız üçün təşəkkür edirəm. Dəyərli izləyicilər, bir Vəhyin Pəncərəsindən proqramının sonuna gəldik. İnşallah nəsib olarsa gələn görüşlərdə görüşərik. Allah'a əmanət olun.